Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu video dərsimizin mövzusu rəqsi hərəkət və rəqsi hərəkət xarakterizə edən fiziki cəmiyyətlərdir. Əziz izləyicilər, bizə dəstək olmaq istərsinizsə videolarımızı bəyənin və kanalımıza abunə olmağı unutmayın. Gəlin əvvəlcə baxaq görək rəqsi hərəkət nədir, necə anlayışdır, ona baxaq. Əslində ətrafımızda, təbiətdə çoxlu sayda dövrü təkrarlanan, yəni periodik hərəkətlər mövcuddur, vardır. Bunlara misal olaraq yerin öz ətrafında fırlanmasını göstərə bilərik, yelləncəyin hərəkətini göstərə bilərik, ürəyin döyüntüsünü göstərə bilərik, əqrəbli saatın əqrəbinin dəfələrlə fırlanma hərəkətini icra etməsini göstərə bilərik, riyazi və ya yaylı rəqqasın rəqs etməsini göstərə bilərik və s. Bu tip nümunələri çoxlu sayda göstərmək olar. Bu hərəkətlərin hamısına biz deyirik rəqs hərəkət. Başqa sözlə desək, mexaniki rəqslər deyirik. Bəs mexaniki rəqsin ümumilikdə tərifini necə vermək olar? Mexaniki rəqs dedikdə eyni bir trayektoriya üzrə müəyyən zaman fasilələri ilə dövrü təkrarlanan bütün hərəkətlərə biz nə deyirik? Mexaniki rəqslər deyirik. Bəs mexaniki rəqslərin özünün neçə növü var? Əlbəttə, mexaniki rəqslərin özünün üç növü vardır. Birinci necə olacaq? Məcburi. Nə dedik? Məcburi. İkinci, sərbəst. Sərbəst. Üçüncü isə məxsusi. Məxsusi olmaqla neçə növ var? Üç növü vardır. Birinci başlayaq məcburi rəqslərdən. Məcburi rəqs nədir? Dövrü təkrarlanan məcburiyyətçi qüvvənin təsiri hesabına baş verən rəqslərə məcburi rəqslər deyilir. Məcburi rəqslərə misal olaraq nəyi göstərə bilərik? Əlbəttə, yelləncəyin hərəkətini göstərə bilərik. Yelləncəyi bir dəfə, deyək ki, itələdikdə, müəyyən zaman fasiləsindən sonra, yəni gedir, hərəkət edir, havanın və müqavimət qüvvəsi və digər təsirlərin nəticəsində o sürətini azaldır, yəni bir növ sönür. Sönmək istəyəndə təzədən bir də məcburiyyətçi qüvvə tətbiq edirik və yenidən deyək ki, yelləncək hərəkətə başlayır. Bu dəfələrlə təkrarlanan, yəni dövrü təkrarlanan məcburiyyətçi qüvvənin təsiri hesabına baş verən rəqslərə biz nə demişdik biraz öncədən? Məcburi rəqslər demişdik. Bəs məcburi rəqslər sönən rəqslərmi? Əlbəttə, məcburi rəqslər sönməyən rəqslərdir. Əslində, təbiətdə sönməyən rəqs yoxdur, amma nəzəri olaraq biz deyirik ki, məcburi rəqslər sönməyən rəqslərdir. İkinci isə sərbəst rəqslərdir. Bəs sərbəst rəqslər nədir? Sərbəst rəqslər isə bir dəfə enerji verməklə baş verən rəqslərdir. Amma sərbəst rəqslər məcburi rəqslərdən fərqi nədədir? Burada sərbəst rəqslərdə havanın müqavimət qüvvəsi və yaxud da sürtünmə qüvvəsinin təsiri nəzərə alınır. Bu səbəbdən sərbəst rəqslər sönən rəqslərdir. Biz məcburi rəqslərdən fərqli olaraq sərbəst rəqslərə sönən rəqslər deyə bilərik. Üçüncü növ rəqslərə isə, məsələn, sərbəst rəqslərə gəlin nümunədə göstərək. Nümunə olaraq elə deyək ki, yayı bir dəfə dartıb buraxsaq, yay dəfələrlə yığılıb açılacaq, yığılıb açılacaq, yığılıb açılacaq. Sonda isə nədir? Əvvəlki vəziyyətinə qayıdacaq. Bu zaman biz nə deyə bilərik? Burada yayın yığılıb açılmasının dəfələrlə təkrarlanır və sonda deməli yay əvvəlki vəziyyətinə qayıdır, deməli sönür. Bu səbəbdən biz sərbəst rəqslərə nə deyirik? Sönən rəqslər deyirik. Bəs burada yayın deformasiyasının əksinə yönələn qüvvə nədir? Elastilik qüvvəsi. Təbii ki, həmin elastilik qüvvəsi təsir elədiyindən yaylı rəqqasda biz deyirik ki, yaylı rəqqasda rəqslər necə rəqslərdir? Sönən, yəni sərbəst rəqslər sönən rəqslərdir. Üçüncü rəqs isə məxsusi rəqslərdir. Məxsusi rəqslər daxili qüvvələrin hesabına yaranır və kənar qüvvələr, yəni bura sürtünmədir, yəni ki, havanın müqavimət qüvvəsidir. Digər təsirlər nəzərə almadan baş verən rəqslərdir. Nə sürtünməni nəzərə almırıq, nə də nədir? Havanın müqavimət qüvvəsinin təsirini nəzərə almadan baş verən rəqslərə biz nə dedik? Məxsusi rəqslər. Məxsusi rəqslərə nümunə olaraq göstərə bilərik. Kəfkirli saatda kəfkirin hərəkətini, yəni sağa sola özü hərəkət edir. Sonra başqa nümunə nəyi göstərə bilərik? Yerin öz ətrafında periodik hərəkətini göstərə bilərik bir növ. Bunlara isə biz nə deyirik? Məxsusi rəqslər deyirik. Yenə biraz öncə qeyd elədiyim kimi, heç bir rəqs sönməyən deyil. Nəzəri olaraq biz
məxsusu və məcburi rəqsləri sönməyən rəqslər kimi götürdük, amma normalda biz nə deyə bilərik? Sönməyən heç bir rəqs yoxdur. Bəs mövzumuzun ikinci hissəsində diqqətlə baxsaq, nə deyir? Mexaniki, yəni rəqs hərəkəti xarakterizə edən fiziki cəmiyyətlər hansılardır? Gəlin onların haqqında danışaq. Məsələn, birinci deyilir ki, rəqsin periodu. Birinci anlayışımız nə oldu? Rəqsin periodu. Bax, yazıram. Periodu. Rəqsin periodu nədir? Rəqs edən cismin bir tam dövr rəqsinə sərf olunan zamandır. Təkrar edək. Rəqs edən cismin bir tam rəqsinə sərf olunan zamana bərabər olan fiziki cəmiyyətə rəqsin periodu deyilir. Bəs rəqsin periodu hansı hərflə işarə olunur? Böyük T hərfi ilə işarə olunur. Necə fiziki cəmiyyətdir? Skalyar fiziki cəmiyyət. Deməli, rəqsin periodu necə fiziki cəmiyyət oldu? Skalyar fiziki cəmiyyət. Bəs nə ilə ölçürük? Saniyə, ölçən adlanan cihazla ölçürük. Deməli, rəqsin periodu saniyə, ölçən adlanan cihazla ölçür. Bəs rəqsin periodunun düsturu necədir? Gəlin ona baxaq. Rəqsin periodunun düsturunu biz buradan yazmaq istəsək, T bərabərdir. Kiçik T bölünsün böyük N-dir. Nədir düsturumuz? T bərabər kiçik T bölünsün böyük N-dir. Və vahidi isə, əziz dostlar, vahidi isə 1 saniyədir. Deməli, rəqsin periodun vahidi 1 saniyə olacaq. İkinci anlayışımız isə rəqsin tezliyidir. Bəs rəqsin tezliyi nədir? Yəni yazaq adını. Rəqsin tezliyi. Rəqsin tezliyi nədir? Vahid zamanda baş verən rəqslərin sayına bərabər olan fiziki cəmiyyətə rəqsin tezliyidir. Bəzən kitablarımızda 1 saniyədəki rəqslərin sayına bərabər olan fiziki cəmiyyətə rəqsin tezliyi yazılır. Eyni anlayışda həm vahid zamanda rəqslərin sayına bərabər olan fiziki cəmiyyətə rəqsin tezliyi deyə bilərik, həm də 1 saniyədə baş verən rəqslərin sayına bərabər olan fiziki cəmiyyətə rəqsin tezliyi deyə bilərik. Bəs bizə desək, rəqsin tezliyi hansı hərflə işarə olunur? N hərfi ilə işarə olunur. Oxunuşu necədir? N-dür. Necə fiziki cəmiyyətdir? Əlbəttə, skalyar fiziki cəmiyyətdir. Bəs bizə desələr ki, hansı cihazla ölçürük? Bunu da saniyə, ölçən adlanan cihazla ölçürük. Saniyə ölçən adlanan cihaz vasitəsilə ölçürük. Bəs düsturumuz necədir? Düsturumuz N bərabərdir. Necə yaza bilərik? N bərabərdir. Kiçik böyük bölünsün. Burada düzəliş eləyək. N bərabərdir. Böyük bölünsün. Kiçik D yaza bilərik. Burada deyəsən mənim əlim düz getmir. Böyük bölünsün nədir? Kiçik D yaza bilərik. Bəs vahidi nədir? Vahidi 1 hertzdir. Deməli, rəqsin tezliyinin vahidi 1 hertzdir. 1 hertzdə 1 saniyə üstü mənfi 1 yaza bilərik. Yəni, düzəliş eləyək. Saniyə üstü mənfi 1. Saniyə üstü mənfi 1 nə deməkdir? 1 bölünsün saniyə demək. Deməli, rəqsin tezliyinin vahidi 1 hertz, saniyə üstü mənfi 1 və ya 1 bölünsün saniyə deyə bilərik. Yaxşı, bəs burada bir balaca qeyd eləyək. Baxın, diqqətlə baxsaq, rəqsin periodu nədir? T bölünsün N-dir, bax. Amma tezliyi isə N bölünsün T-dir. Biri digərinin nəyinə bərabərdir? Tərs qiymətlə bərabər. Onda biz qeyd şəklində necə deyə bilərik? Baxın, buradan yazaq qeyd. Rəqsin periodu ilə tezliyi biri digərinin nəyinə bərabər? Tərs qiymət. Yəni, biri digərindən necə asılıdır? Tərs mütənsibasıdır. 1 bölünsün necə yaza bilərik? T. Və yaxud da eyni qaydada N bərabərdir 1 bölünsün. Daha doğrusu T bərabər 1 bölünsün. N yaza bilərik. Deməli, T bərabərdir 1 bölünsün N olacaq. Buradan qrafikini çıxarsaq, yəni asılıq qrafikini göstərsək, N T-dən eyni qaydada T-dən N-dən necə asılıdır? Əlbəttə, tərs mütənsib asılı olacaq. Baxırıq, bu bizim qrafiklərimiz olsun. Hər ikisi bir-biri ilə necə asılıdır? Tərs mütənsib asılı. Burada göstərək deyək ki, N-nin T-dən asıllığı tərs asılıdır. Eyni qaydada T-nin də N-dən asıllığı necə asılı olacaq? Tərs mütənsib asılı olacaq. Növbəti anlayışımız isə rəqsin amplitudu olacaq. Nə olacaq əziz izləyicilər?
rəqsin amplitudu. 3 yazırıq rəqsin amplitudu. Amplitudu. Rəqsin amplitudu nədir? Rəqs edən cismin tarazlıq vəziyyətindən maksimum uzaqlaşdığı məsafəyə rəqsin amplitudu deyil. Təkrar edək. Rəqs edən cismin tarazlıq vəziyyətindən maksimal uzaqlaşdığı məsafəyə rəqsin amplitudu deyilir. Hansı hərflə işarə olunur? Əlbəttə X, M hərfi ilə işarə olunur. Bəzən kitablarımızda A hərfi ilə də göstərilir. Skalyar fiziki cəmiyyətdir. Və əlbəttə skalyar fiziki cəmiyyəti olduğuna görə biz, daha doğrusu məsafə olduğuna görə biz vahid olaraq nə deyə bilərik? Ölçü olaraq, cihaz olaraq nə deyə bilərik? Ölçü lenti adlanan cihazla ölçülür və vahidi də nədir? 1 metrdir. Bura yazaq. Ölçü lenti. Deməli, cihazımız nə oldu? Ölçü lenti oldu. Bəs vahidimiz nə olacaq? XM bərabərdir yazaq. 1 metrdir. Və necə fiziki cəmiyyəti oldu? Skalya. Gəlin buradan bir nümunə göstərək. Deyək ki, belə bir sistemimiz var. Həm riyazi rəqqasda göstərməyə çalışıq, həm də yaylı rəqqasda. Bu tarazlıq vəziyyətidir. Yəni, əvvəlki vəziyyətidir. Tarazlıq vəziyyətindən maksimum sağa və ya sola nə edə bilir? Uzaqlaşa bilir. Deyək ki, bunu sağ tərəfə və ya sol tərəfə maksimum uzaqlaşdıraq. Deyək ki, sağa, bax, bu formada gəldi və ya sola eyni qaydada bu formada gəldi. Baxırıq, sağ tərəfə gəldiyi anda necə olacaq vəziyyəti? Belə olacaq. Bax, burada da necə olacaq? Belə. Bax, sağ və sol tərəfə doğru bu formada tarazlıq vəziyyətindən çıxdı. Bəs bu iki nöqtəsi arasındakı məsafə, yəni bura, bax, bu məsafə, bir də bu məsafəyə biz nə deyəcəyik? Əlbəttə, rəqsin amplitudu deyəcəyik. İndeksinə də nə yazırıq? X indeksinə də M yazırıq. Skalyar fiziki cəmiyyətdir, vahidi isə nədir? 1 metrdir. Başqa bir nümunə deyə bilərik. Deyək ki, yaylı rəqqas götürək. Deyək ki, yaylı rəqqasımızdır. Aha, bu yaydır. Yayı da biz özümüzdən götürək, bu formada götürək. Aha, yayın ucuna da bir cisim bağlayaq. Deyək ki, yayı uzaldılmış və ya kiçildilmiş vəziyyətində göstərək. Deyək, uzadılmış və kiçildilmiş. Bax, uzadıram. Uzadanda, bax, yay bu formada neyini? Rəqs eləyir. Yəni, birinci vəziyyətinə tarazlıq vəziyyət deyək. İkinci vəziyyətinə nə deyək? Tarazlıq vəziyyətindən müəyyən qədər çıxmış hal olsun. Deyək ki, bura müəyyən qədər çıxıb, aşağı doğru uzatsaq. Baxın. Və üçüncü vəziyyətinə isə sıxılmış vəziyyət deyək. Bax, yay neynəyəcək? Sıxılacaq. Yəni, əvvəlki vəziyyətindən nədir? Uzaqlaşacaq. Yəni, yay sıxılmış vəziyyətdə və ya tarazlıq vəziyyətindən əvvəl qayıtdığı məsafəyə biz nə deyirik? Rəqsin amplitudu deyəcək. Bunu geri dönüş eləyək. Deməli, bu qədər uzandı. Bax, bu qədər uzandı. Bu məsafəyə biz rəqsin amplitudu deyə bilərik. Və yaxud da eyni qaydada bu qədər sıxıldı. Bu məsafəyə də biz nə deyə bilərik? Rəqsin amplitudu deyə bilərik. XM, burada nədir? XM. Yəni, burada biz tarazlıq vəziyyəti deyə bilərik. Yəni, bu məsafələrə biz nə deyə bilərik? Rəqsin amplitudu deyə bilərik. Növbəti anlayışımız, əziz izləyicilər, olacaq rəqsin fazası. Rəqsin fazası nədir? Nə olan bir şeydir? Gəlin, indi onun haqqında danışaq. Rəqs edən cismin yerini müəyyən edən, təyin edən fiziki cəmiyyətə rəqsin fazası deyilir. Gəlin, adını yazaq. Deməli, dördüncü anlayışımız rəqsin fazasıdır. Fazası yazaq. Nə dedik biraz öncə? Rəqs edən cismin yerini, vəziyyətini təyin edən, müəyyən edən fiziki cəmiyyətə nə deyirik? Rəqsin fazası deyil. Rəqsin fazası fi hərfi ilə işarə olunur. Necə fiziki cəmiyyətdir? Əlbəttə, skalyar anlayışdır. Vahidi isə bir radyandır. Vahidinə nə deyə bilərik? Bir radyan deyə bilərik. Bir radyan. Yəni, adətən radyanlarla ifadə olunur. Bəs burada bir şeyə diqqət edək, əziz izləyicilər. Burada iki cür faza var.
Fi 0 başlanğıc faza, fi isə son faza. Biz fi 0-a nə dedik? Başlanğıc faza. Fi'ye isə nə dedik? Biraz öncə son faza deyəcəyik. Son faza. Deməli, rəqsin neçə cür fazası var? 2 cür. Başlanğıc faza, bir də son faza. Növbəti anlayışımız olacaq rəqsin dövrü və ya dairəvi tezliyi. 4-cü, 5-ci anlayış deyək. Dövrü tezlik. Tezlik. Aha. Dövrü tezliyə bəzən dairəvi tezlikdə deyilir. Omega hərfi ilə işarə olunur. Skalyar fiziki cəmiyyətdir və saniyə ölçən adlanan nə ilə ölçürük? Cihaz vasitəsilə ölçülür. Bəs düsturumuz necədir? Düsturumuz isə omega bərabərdir. Fi minus fi 0 bölünsün t'dir. Düsturumuz necə oldu? Fi minus fi 0 bölünsün t. Vahidi isə 1 hertzdir. Vahidi 1 hertzdir. 1 hertz də saniyə üstü mənfi 1'ə və ya 1 bölünsün saniyə bərabər. Nə dedik? Saniyə üstü mənfi 1 və ya 1 bölünsün saniyə deyə bilərik. Bəs bizə desələr ki, əgər buradan fi'ni tapsaq, fi son fazanın düsturdur. Fi 0 plus nədir? Omega t kimi ifadə eləyə bilərik. Burada tam rəqslər edərsə, icra edərsə omega nəyə bərabər? Tam rəqslərdə, əzizləyicilər, son faza fi bərabərdir. 2 pi'dir. Tam rəqsi sərf olunan zamanda period verdiyindən kiçik t'ni də biz böyük t'ni əvəz eləyə bilərik. Deməli, böyük t'ni əvəz eləsək, onda omeganın düsturları belə olacaq. 2 pi bölünsün böyük t, o da bərabər 2 pi nü, o da bərabərdir. Eyni qaydada nünü də yenə n bölünsün kiçik t yazsaq, o da bizim ifadəmiz necə olacaq? 2 pi böyük n bölünsün nə? Kiçik t. Buradan qrafiklərini biz çıxarmaq istəsək, məsələn desək ki, omeganın nədən asıllığı, t'dən asıllığını qursaq burada. Omeganın t'dən asıllığını. Gəlin, qurmağa çalışaq. Deməli, omeganın nədən asıllığı dedik? T'dən asılı. Əlbəttə, necə asıldır? Perioddan tərs mütənasib asıldır. Omega bəs zamandan necə, tezlikdən necə asıldır? Nüdən də düz mütənasib asıldır. Bu bizə nə dedi? Bu dövrü tezlik və yaxud da dairəvi tezlik perioddan tərs, tezlikdən isə düz mütənasib asılı olacaq. Əziz izləyicilər, növbəti qeydimizi deyək. Burada bir şeyə diqqət edək. Bax, qeyd 2 olsun bu da. Qeyd 2. Period, tezlik, bir də dövrü tezlik, yəni omega. Nədən asılı deyil? Zamandan asılı deyil. Yəni, zamandan asılı olaraq dəyişməyən fiziki cəmiyyət. Bu fiziki cəmiyyət zamandan asılı olmadığından rəqslərdə, yəni mexaniki rəqslərdə heç cür dəyişə bilməzsiniz. Onların zamandan asılını biz qursaq, məsələn, periodun zamandan asılını göstərməyə çalışsaq, t'ni nədən asılı? Kiçik t'dən. Necə asılıdır? Asılı deyil. Eyni şey siz deyək ki, tezlik üçün desəz, rəqsin tezliyi üçün desəz, nədən? Zamandan asılı deyil. Qrafikin bu formada qrafik olacaq. Eyni şey biz omega, yəni dövrü və ya dairəvi tezlik üçün desək, o da zamandan asılı olmayacaq. Yəni, hər üçü zamandan asılı deyil. Deməli, əziz izləyicilər, bu video dərsimizin sonuna çatdıq. Növbəti video dərsimizdə biz 53-cü dərsi, yəni harmonik rəqslər, harmonik rəqslərin rəqs tənliyi mövzusunun izahını verəcək. Həmin video izahda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.